kaçırsan üzülürüm. Orada kalmışım. Koş. Sürüyorum. Sen burada zanlanmayacağım. Ona göre salam belə verəmədim. Yəni böyle sayın. Arxamca böyle bir talıpa gəlir. Yedim kaç. Ve bu arada selamünaleyküm beyler. Yeni bir Minecraft videosuyla karşıyayım. Ya ne oluyor lan bu videoda? Daha video şimdi başladı. Yiyir her şeyi. Kim geldi vuruyor? Gelen vuruyor, giden vuruyor. Ve bəli, bugün biraz yemek kasılıp gideceğim madene. Madende biraz kasılmak istedim düzün diyeyim yani. Olmasa bir elmas tapmak istedim. Onun için bize elbette şey yemeği lazımdı en vacip. Yemeği de biraz kasılı. Çok sağ olsunlar yemek verirler burada. Böyle sıradan bir gün olmağını fikirləşirik inşallah. Baxaq görə axırımız ne olur. Və bəli, mən gördüyüm kimi burada oxladılar. Süzəni çevirirdilər yəni məni. İndi biz bölgəyi birazcık da yanımda ət götürüb mən getməliyəm madənə. Craftingimizi də düzəldək. Səsimə görə də çox üzr istəyirəm sizdən. Və bir də kanala abunə olub like atmağı unutmayın. Yəni ilk təzə qurulub kanal. Xəlifəmizi qırmayın bizim. Biz də insanız, xətalarımız olsa yəni deyərsiniz. Öyle gittik bir açıklamaydı. Qapılardan birini fəda eləyirik. Dalınca bunu da fəda eləyirik. Şu bize çok lazımdı bu ətlər. Ve bu da getdi tahta kazmalardan birindən. Daha fəda eləmək məcburiyyətindəyik. Belə baxıram bir qapı da gedəcək. Bəli, bir qapı daha yolladıq. Maalesef. Kapı gedəndən sonra şöyle baxıram bir kılıncımız var. Kılıncı da yollayaq. Çünkü bunlar bize en vacibdir. Sonra bir dənə çubuk yollayıram böyük ehtimalla. Onu da yeməyə gəlir. Bunu hər ehtimala qarşı koyun. Əlbəttə ki Minecraft'ı bunu bilmək olmaz. Bəli. İndi gönül rahatlığı ilə madənə gedə bilərik. İnşallah ölməriyəm ama bir dənə də kazma düzəldə etəcək özümüzə dəmirdən. Çünki elmas tapsaq məşhur bundan qazmalıyıq. Bəli, böyle sıradan bir gün olmasın umuruq. Bir də kürək tam oldu indi. Hadi gidelim. Ve sen videolara comment edilmedi maalesef hele teze başladığımız için bilmirik tam olarak necə bir şeyler eləyək. Ve bu arada videolar maksimum 5 dakika olabilir. Bu YouTube'un bir qanunudur. Çekebildiğimiz kadar biz video çekmeye çalışacağız. Her gün video atmaya çalışacağız. Yani elimizden geldiği kadar videosuz bırakmaya çalışacağız. Ve bu serüvende biz oyunu bitirmeye çalışacağız. Oyunu bitirdikten sonra ona qarmaq olar. Ne eləmək olar. Onları yoxlayacağıq əlbəttə ki. Bizim fikrimizdə, yəni əlbəttə hələlik mənim fikrimdir. Bəzi insanlar dedikdə endi yaşıla çevirmək. Bizim hədəfimiz isə endi daşla doldurmaqdır. Yəni axşam ekibərə sunacağım bunu və bu arada axşam saat 11 civarlarında biz canlı yayında olacağıq. Tabii canlı YouTube üzerinden açmayacağıq. Yəni kömür tapsaydıq çox yaxşı olardı. Canlı yayında ya da canlı yox. Hələlik biraz gəlişərik.
Və endə gedəndə canlı asacaq. Endə gedəndə canlımız hazır olunmalıdır. Endi, nedirdir, yəni vacib olan yerlərə. Hər dəqiqə başı biz canlı açanlarıq. Bu arada oyundakı donmaya görə də üzr istəyirik. OBS çox kastırır oyunu. Və yaxında Əkbər də eşitsin, özünü hazırlaşdırsın, ona hər an bir dənə qışqırtma gələ bilər. Amma dəlirməyəcək sürəcə. Yaxşı, belə çoxlu kömür tapdım. Fikirləşəndə kömür damarı tapırmışıq. Və əgər ki, istəyiniz üzrə olsa, takip edib şəklin və biz TikTok və yaxud Instagramda açacağıq, onun da linkini qoyarıq. Yəni istəyən olsa ora gələr. Məsələn, bir dənə deyək ki, necə deyim? Məsələn, bizim sunucuya gəlmək istəsəniz, yəni kapasitəsi də var sunucunun, yəni onu da artırmağa çalışacağıq. Kapasitesi 10 nəfərlikdir. Biz 2 nəfər olduğumuz üçün 8 nəfər daha gələ bilər. Instagram quracağıq, bizə DM-dən şəkil ata bilərsiniz. Ki, yəni abunəyəm və videoyu bəyənmişəm və siz də sunucunun adresini deyib buraya rahat bir şəkildə gələ bilərsiniz. Yəni bizlə oynamağa, yəni burada YouTube bildik, yəni çox çətindir abunə kasmaq. Yəni bizdə pul üçün eləmirik əlbəttə ki bu işləri. Yəni bu belə getsək pul da qazanamayacağıq. Yəni bu arada videonun dəqiqəsinə ona görə baxıram ki, mən YouTube bizə bir dənə yer qoydu ki 15 dəqiqədən artıq video çəkənmərsiniz, ona görə. Deyəsiniz, mən bu arada burada kömür damarı tapdım. İnşallah kömür damarı yerinə bir dənə dəmir damarı çıxsa lap yaxşı olur. Bizə çox dəmir lazımdır və qutardı. O da mənim şomanzdığım deyək. Dediyim kimi, yəni Instagram hesabımız hələ aktiv deyil. Yəni bir iki günə böyük ehtimal bu video yüklənəndən bir 2-3 saat sonra Instagram hesabımız aktiv olacaq. Adını yazacağım bura. YouTube'un aşağısına. Yəni istəyən olsa gəlib baxa bilər, takip ata bilər. Əlimizdən gəldiyi qədər sizin üçün Minecraft'da yəni yaxşı hərəkətlər eləməyə çalışırıq, söymədən, təhqir eləmədən. Çalışacağıq ki, səliqəli. Bizim də əlbəttə ki, hələlik yaşımız azdır, yaşımızı da deyənmərik. Dəki iş marağında belə deyil eşimin. Məndə belə boş-boş danışmaq biraz çoxdur, yəni çox danışdımsa üzr istəyin. Məndə bu xüsusiyyət biraz çox pisdir. Yəni qaldığımız yerdən davam eləyək hələ Minecraft'da. Dediyim kimi, hədəfimiz oyunu bitirdikdən sonra biz kali deyirəm, bir şey NST tapdıqdan sonra biz Ender Dragon olduğu yeri yamyaşıl eləmək istəyirik, yəni biz. Hədəfimiz hələlik budur. Şu dəmirlər də qazıb böyük ehtimalla madəndən çıxmaq istəyirəm. Videolarda maksimum 15 dəqiqə ola biləcək. Bizdə bir şey deyil. Bu arada mən hələlik təkəm. Özüm tək çəkirəm bu videonu. Çünki Əkbərin birazcık işləri var idi. O da özü üçün yəni videolar çəkir. Onun da bir kanalı var ayrıca. Onun da kanalının linkini qoya bilərəm. Əlbəttə ki, pulum versin qoyayım. Onun da linkini qoyacağım. Bu videonun altı çoxlu linklə olacaq. Və zombi səslərdən və ehtimalla yaxınımızda zombi səslərdən zombi mağara falan var. Dəqiqləşdim mağaranın olduğu. Nasıl bildiyim qədər aşağı hazırlanır. Var da 9'lar da bir də 11'lərdə. Elmas çıxma ehtimalı daha çox olur. Onu da bir deyim mən. Bu arada size X-ray eləməyi də göstərəcəm. Əlbəttə ki, Minecraft'ın öz bir bug'ı kimi bir şeydir. Yəni hile falan işlətmirik. Biz bu sunucuda qətiyyən hile ola bilməz. Deyəsiniz ki, birinci videoda bəs niyə ışınladınız? O oyuna təzə başlamışdıq və manşef tapdım. Oy, nə iş oldu bu?
Daha sonra şöyle bir yerimiz olur. Aa, lapis var. Lapis taktiğini gösterelim size. Gələ indi lapis taktiğini. Ayda saç kılımızı ilerleyeydi. Neyse. Olan bunun bir çare yoxdur. İnsan həmişə qabağına baxmalıdır. 50 qəpiklik motivasiya. Hə, lapis taktiği. Deməli, lapisin üstünə gəlirsiniz. F-ə başırsınız. Burada facing nöqtəsi var göründüyü kimi. Onu north kısmını göstərən an təxminən 1, 2, 3 və 4 blok. Bəli. 4 blok qazdıqdan sonra dümdüz aşağınıza qazırsınız. Hətta ki, mən biraz bağlamalıyım. Və deyəsi bütün suyu çaşdı. 6-cı dümdüz qazırsınız. Və əlbəttə ki, belə qazın, çünki altı qazmaq çox məntiqsizlikdir. Laf çıxsa bütün əşyalarınız, hər şeyiniz gedə bilər. Və 9'lardayıq. Təxminən buralarda bu dəqiqə elmas çıxmalıdır, amma çıxmır. Çünki bu bəzən işləyən bir taktikdir. Yəni hər dəqiqə başı istəsiz yoxlayın, yəni. Yoxdur. Gördüyünüz kimi fıs. Elmas falan çıxmadı. Bəlkə də mən mi səhv elədim, tam bilmirəm. Mənim eşitdiyimə görə belə idi. Bəli. Azalıq olduğu bu demədən göstər. Bu arada bu söz üstündə üzr istəyirəm. Dilimdən qaçdı. Nə qaraq ya? Başlı bu üzüldü, arı. Arı mı lan o? Ayaq əmli çəymiş. Qorxdum, elə bildim, harı zatdı. Olmadı sənə. Qalxdı, çox şükür. Shift'da da elmas çıxartır bu arada. Böyle yok ki mən sözlər alışkanlık söz işletmeyi işlerinden uyarınız. Bu birazcık qəribə oldu. Bunu YouTube'da paylaşmayayım mı tam dəqiq deyil. İşbardında soruşmalıyım ve videonun bitməyini 2 dəqiqə qaldı. 2 dəqiqəsində tapmadıq üçün. Dəmirlər də heç olmasa tez alın. Ben shift'i biraz gəzmək istəyirəm. Kırıp patlama. Patlayacaksın ya. Hos! Ve patladı. Olan ne oldu? Biz oldu. Seslerinden buradan. Bakın. Bu zibilin sesiymiş. Öldü. Oo, çok korktum. Hakikaten dilim çok korktu. Altınıza baxmasaz mənim kimi belə qorxub düşə bilərsiniz. Yeni lapis. Yine yoxlayacağım mən bu lapis taktiğini aslında. Və çünki mən yoxlayanda adətən olur. 1, 2, 3, 4. Aha, oranı göstərir. Qazalım. İnşallah elmas çıxır. Tək istəyirəm də gəlməsin çıxması da. Düşürük. Dəmir çıxdı. Biraz daha düşürük. Neçələrdə yiyiklərdə yaptıq elmas çıxmalıdır, çıxmasa. Bedrock atanda yəni bilin ki, taşı elmas çıxmayacaqdı. Gördüğünüz kimi çıxmadı. Birazcık qalxım şu dəmirlərdə qazım və videomu bitirəcəm. Bakalım bura. Tez qalsaq, crafting'dan dəmir qazır. İşə baxın, Tez dəmirləri qazım.
Videonun neçə dəqiqəsi oldu baxın. Şöyle oldu. Ve sağ olun. Sağ olun.